أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على سيدنا ونبينا وخاتم النبيين أبا القاسم محمد. اللهم صل على محمد وأهل بيته الطيبين الطاهرين وعلى أصحابه المكرمين، ولعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين. قال الحكيم في كتابه الكريم: استعوذ بالله يا أيها الذين آمنوا اتقوا الله وكونوا مع الصادقين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. صدق الله العلي العظيم. Peygamber, Ali Peygamber hakkında bir salavat hediye edilmiş. Allahümme salli ala Muhammed ve Muhammed. Cəmi enbiya, avliya, avsiya, şühada, aziz şehitlerimiz, boynumuzda hakkı olanlar, dünyasını değişenler, ne kadar ki aramızdan giden müminler ve dünyanın her bir noktasında dünyasını değişen aziz müminlerin de yad eləyək, haklarında salavat ediləyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. İbadet itaatlerimizin, dualarımızın kabul olması için, gelecek günlerimizin hayırlı, bereketli, itaatkar bəndələr olmağımız için Peygamber, Ali Peygamber'e bir salavat ediləyək. Allah kabul etsin inşallah. Bu aziz gün, Cuma günü, Şavval ayının ilk Cuma günüdür. Ramazan ayından, mübarek aydan təzə ayrılmışıq. Allah'a and veririk İzzeti Celalına. Hem Ramazanı, hem bu günleri bizlere çok görmesin ve gelecek günlerde de bu ayları dərk eləməyi bizlere Məkkə-i Mükerremada ve imamlarımızın hərəmlərində nəsib eləsin inşallah. Ramazan ayından təzə ayrıldıq. Mübarek bir ay idi ki, ilahi rahmet artık bu ayla fərq eləyər. Yani bu mənada ki, Ramazan ayında ilahi rahmet kapıları açıq idi, cehennem kapıları da açıq idi. Ama artık bu günlerim cehennem kapılarının açılan günü ve o ayla bu ayda fərqimiz nədir? Fərqimiz bundan ibarət idi ki, her ne Allah'tan istesek, Allah öz rahmet kapısını açmıştı ve dualarımız, ibadetlerimiz kabul idi. Ama artık həmin ayı biz tərk eləmişik. İndi artık bizim əməllərimiz Allah dərgahında artık hesap kitap üzere olacaktır. Bir var insan bilmediği, ettiği günahlar. Bir de var ki insan bilerekten ettiği günahlar. Artık bu ayda gerek biz dikkatli olaq ve öz əməllərimizdə müəyyən qədər dinimizin salamat qalması üçün, əqidəmizin salamat qalması üçün öz elmimizi və əməlimizi artıraq. Aleyhisselamdan bir cümle var ki, o cümle birçok yerlerde Mevla-i Mütteqiyandan eşidilmiştir.
Ola bilsin ki, bəzilərinə sadə görsənə bilər. Amma o qədər əhəmiyyətli bir cümlədir, mənası o qədər dərin və düşünməli bir məsələdir ki, artıq onu gərək biz həyatımızda tətbiq edək. Artıq keçmiş həyatımızda olduğu kimi yox, Mövla-i Müttəqiyanın buyurduğu kimi gərək biz onu həyatımızda tətbiq edək. Nədir o kəlam? Həzrət Peyğəmbər əleyhissalam Mövla-i Müttəqiyana buyurdu: Ey Əli, sən Ramazan günündə, Əhya gecəsində şəhid olacaqsan. Və bu kimi sözləri Həzrət Peyğəmbər əleyhissalam həyatında Mövla-i Müttəqiyana buyurmuşdur. Əli əleyhissalamın isə ilk buyurduğu bir cümlə oldu: Ya Rasulallah, və dəlikə fi salaməti min dini. Ya Rasulallah, mən ki şəhid olacağam, mənim dinim salamat qalacaqdırmı? Bu cümlə insanın əgər ruhiyyəsində ona hərəkət verərsə, həqiqətən dini başa düşmüşdür. Əgər bu cümlə onun üçün bir sadə bir söz olaraq eşidilibsə, qəbul edilibsə, onun üçün dünyası bir çox məsələlərdə qiyamətin günündə problemlə üzləşəcəkdir. İnsanın həyatında dinin elə bir insan ruhiyyəsində izi olmalıdır ki, həm dünyasını abad eləsin, həm axirətin. Ola bilsin ki, mənim dünyadakı əqidəm məni bir çox problemlərdən uzaqlaşdıra bilər. Ola bilsin ki, dini əqidəm, əməlim mənim yaşayışımda müəyyən müsbət həyat tərzi mənə bəxş eləyə bilər. Amma o gətirib o dərəcəyə çıxara bilər ki, axirət əlim boş qala bilər. Onun üçün də dinin salamat olması insan üçün ən mühüm bir məsələdir. Necə ki, imamlardan hədislərdə buyurur ki, tez-tez bu duanı eləyin. Ya Allahu, ya Rahmanu, ya Rahim. Ya muqallibəl qulub, səbbit qalbi ala dini. Ala dinik ilahi. Ey Allah, ey Rahman, ey Rahim olan Allah, ey qəlblərin sahibi olan Allah, mənim dinimi, mənim əqidəmi, mənim əməlimi öz dinində sabit saxlaginan, dəyişməz eləginan. Bu məsələdə diqqət olunmalı məsələ nədir? Dini əqidənin saflığı və dəyişməzliyi. Dini əqidə ümumiyyətlə etiqad, əhkam və əxlaqdan ibarətdir. Bəzi şəxslər var ki, dini əqidəsində, təvhid məsələsində problemi var. Məsəl üçün, Allahı tanımaqda problemlidir. Namaz da qılır, oruç da tutur. Amma təvhid məsələsində Allahı yaxşı tanımır. Allahın sifətlərindən bixəbərdir. Hər gələn kənardan təbliğat
və müəyyən təsirlər onu Allahdan çevirə bilər. Onu tövhid məsələsində aparıb başqa səmtə yönəldə bilər. Və yaxud da ki, ilahi peyğəmbərlərin haqqında problemi var. Peyğəmbər əleyhissalamı tanıyır. Bilir ki, Peyğəmbər əleyhissalam Allahın haqq olan peyğəmbəridir. Amma problemi var. Peyğəmbərin əxlaqında problemi var, onun özünün düşüncəsində. Peyğəmbər əleyhissalama nisbət verilən, xoşa gəlməyən əxlaqi məsələlər, uydurulmuş hədislər onun əqidəsində süslüt yaradıbdır. Baxırsan ki, İslamiyə yaraşmayan, Bəni Ümeyyə tərəfindən uydurulmuş hədislər bu günlərim onun əməllərində görsənir. Sual da olunanda deyir Peyğəmbəri mən hədislərdə oxumuşam ki, belənsinə olubdur, belə bir iş görübdür. Və yaxud da ki, başqa məsələlərdə, yəni insanın əqidəsində problem olarsa, onun dini salamat qalmaz. Onun üçün də lazımdır ki, insan bəzi məsələlərdə gərək dini elmlərin artırsın, din əhkamın, furu məsələlərin və yaxud da usul məsələlərinə diqqət eləsin. Fəqət namaz qılmaqla arxayın olmasın ki, qiyamətin günündə ona nəsə bir böyük nəsə mükafat veriləcəkdir. Bu günlərim görürsünüz ki, həmin insanlar ki, namaz qılırlar, amma günahsız insanları qanına qəltan eləyirlər. Bunlar nədən irəli gəlir? Bunlar onların əqidəsinin salamat olmaması, dininin də salamat olmamasından irəli gəlir. Və yaxud da ki, Peyğəmbər əleyhissalamın haqqında uydurulmuş hədislərə inanırlar və özlərinin də batil əqidələrində görürsən ki, günahsız qadın və uşaqların qanlarına qəltan edirlər. Bir dəfə eşitmişsiniz və görmüşsünüz ki, Peyğəmbər əleyhissalam hansısa bir cihadda hətta müşrik və kafirlərin qadınlarını əl qalxızalar. Eşitmişsiniz Peyğəmbər əleyhissalam müşrik uşağı öldürə. Heç bir vaxtı. Bu nədən irəli gəlir? Onların əqidəsinin düzgün olmamasılığından. Odur ki, insan özü gərək müəyyən qədər öz dinində həqiqəti axtara və yaxud da ki, insanın öz əməllərində. Məsəl üçün, baxırsan ki, bir şəxs xəc, necə deyərlər, saqqal qoyub, namaz qılır, mömin libasındadır, məscidə gəlib gedir, amma baxırsan ki, cəmaat içində və yaxud da haradasa nədir, həyadan uzaq hərəkətlər eləyir. Amma baxırsan, İmam Sadi əleyhissalam nə buyurur? Bir insanın həyası yoxdursa, onun imanı yoxdur, onun dini yoxdur. İnsan ki, Allah buyurduğu dinin libasında əgər varsa, gərək öz əxlaqına da diqqət eləyə. Yəni, həm əqidə məsələsində, həm əməl məsələsində gərək insan bu şeylərə diqqət yetirə. İmam Sadi aleyhissalam buyurur ki, "Mən ərəfə dinəhu min kitabillahi azza və cəllə zələtil cibalu qəblə ən yəzul." Həzrət buyurur ki, hər kəs öz dinini Allahın kitabından və sünnətdən, əhl-i beytdən örgənə, alimlərdən örgənə, Həzrət buyurur ki, o yerindən tərpənməmiş, dağlar yerindən tərpənməz. Yəni, əqidəsi düz olan şəxs
heç bir vaxtı öz dinində şübhəyə düşməz və dinə xilaf iş görməz. Yəni, əqidənin möhkəmliyi dağları yerindən tərpədər. Sən tərpənməsən, dağlar tərpənməz. İmam Sadiq əleyhissalam buyurur. Odur ki, insan gərək dini əqidəsində diqqət eləyə ki, öyrəndiyi İslam dini, qıldığı namaz, tutduğu oruc hansı hökmlərin əsasındadır və nəyə söykənibdir? Həzrət Əbdüləzim Həsəni ki, onun ziyarətində olanlar bilirlər, Rey şəhərindədir, İmam Həsən əleyhissalamın evlatlarındandır. Bir gün İmam Hadi əleyhissalamın huzuruna gəlir və özünün əqidəsini, özünün müəyyən qəlbində olan ilahi həm üsul məsələlərin, həm furu məsələlərin imama söyləyir ki, yəbnə Rasulillah, mənim əqidəm budur və əməlim də budur deyib həzrətdən istəyir ki, ona müəyyən tövsiyələr eləsin və dinimin doğru olub olmamağını yəbnə Rasulillah mənə örgət, başa sal, harada səhv eləyirəm, harada, hansı məsələdə yanlış eləyirəm. Mən ömrümün 50 illə yaxını, onun yarısını ki, bu meçiddə keçirmişəm, siz əzizlərlə çox təəccüb eləyirəm. Bəzi insanlar və bir ayda oruçluğu mən bu meçiddə bir aya yaxın mauizə elədim. Odur ki, insan gərək öz əqidəsində yanlışlığa yol verməyə. Necə etiqaddır ki, gəlin mənim arxamda namaz qılır, amma tənqid elədiyi insanın sözü ilə bayram eləyir. Bu necə bir işdir? Bu hansı əqidədir? İnsan əqidəsində azad deyilmi? Azaddır. Oruç tutmaq vacib deyilmi? Vacibdir. Bəs oruç namazı vacibdir? Fitr bayramının namazı vacibdirmi? Xeyr. Allahın dediyi qaldı bir tərəfə, müstəhəbbə biz əməl elədik. Bax, budur ən böyük yanlışlıq. İnsan dininin salamat qalması üçün o hədislər ki, o buyruqlar ki, gəlir Peyğəmbər və Əhl-i Beytdən, onlara diqqət eləməlidir. Mömin, inanılmış alimlər ki var, müctehidlər ki var, onlar bizlərə Peyğəmbərin qoyduğu varis və yadigar insanlardılar. Və İmam zamanın ki, biz duasını oxuyuruq, Allahümmə kulli vəliyyik gündə neçə dəfə və o imam bizə buyurubdur ki, alim və müctehidlər ki, dünya pərəst deyirlər, onlara diqqət edin və mənim nümayəndəm olardı. Amma biz kimin nümayəndə seçib, Allahın vacib etdiyi əməlləri müstəhəbbatla dəyişirik. Bax, budur insanın dininin salamat qalmamazlığı. Qur'anı diqqətlə oxusaq, Qur'anın məsələlərində bilərik ki, müəyyən qədər bəzi ayələri başa düşərik, amma Qur'anın hamısını başa düşə bilmərik. Qur'anı başa düşsəydik, onda müfəssir olaydıq. Onda hamımız təfsir alimi olardıq. Amma bəziləri əllərinə alıb Qur'anı, görsən ki, mətbuatda danışır, Allahın adı ilə danışırlar. Vay olsun onların halına. İmam Sadiq əleyhissalam bir dəfə Həzrət, əvvəl onu deyim ki, İmam Sadiq əleyhissalam deyərdi ki, buyurardı ki, İhdinas sıratal müstəqim kəlamın tez-tez işlədin. Dualarda həmişə deyin, İhdinas sıratal müstəqim, İlahi məni düz yola hidayət elə. Bu oruçluq bildirdi ki, mən düz yolda deyiləm. İmam Sadiq əleyhissalam buyurur ki, İhdinas sıratal müstəqimi qəlbən deyin ki, Allah sizi hidayət eləsin. Qur'anı düzgün başa düşmək üçün imamlarımızın həyatına diqqət eləyək. İmam Sadiq əleyhissalam bir gün dayanmışdı,
şəhərdə deyək, o dövr ki, necə deyirlər, bazarda, çöldə, Həzrət buyurur ki, ağzımı bağlamışdım ki, məni tanımasınlar. Özdə elə bir yerdə idim ki, orada imamətə etiqad olmayan bir yer idi. Həzrət buyurdu ki, cəmaata tamaşa eləyirdim. Bir vaxtı gördüm, cəmaatın içindən bir nəfər çıxdı, getdi çörək dükanına tərəf. Dayandı və baxdı ki, satıcı başı qaçışıqdır. 2 dənə çörək götürdü, əbasının altına qoydu, çıxdı, getdi. Mən təəccüb elədim ki, yağın bu müamiləsi bunun bu cürədir. Düşdüm bunun dalınca, görüm bu niyə belə eləyir. Getdim, gördüm, meyvə dükanına yaxınlaşdı və oradan da 2 dənə nar götürdü, qoydu əbasının altına. Yenə də öz-özümə dedim, ilahi, bu ola bilsin müamilə eləyir, bu nə məsələdir? Nəsə deyir, bu getdi, mən də bunun ardınca düşdüm və getdi, gördüm, bir yerə çatdı ki, orada nalə eləyən bir xəstə kişi var idi. Gəldi, ona yaxınlaşdı, bir dilağız elədi, salam, bədə salam, deyir, çıxartdı çörəyi də, narı da ona verdi, dilağız eləyib, getdi. Deyir, mən düşdüm bunun ardınca, bir getdi ki, ta gördüm, heç kəs yoxdur. Yaxınlaşdım buna, salamun aleykum, aleykumussalam. Ey bəradə, ey qardaşım, ey əzizim, mən sənin bir əməlinə təəccüb elədim, heyran qaldım. Nədir o məsələ? Həzrət buyurdu ki, görürəm ki, sən gedirsən, bu işləri görürsən, təzdən aparırsan, xəstəyə bunu verirsən. Bu hansı İslamdır ki, necə deyərlər, oğurluq eləyib, xəstəyə gəlib yedizdirirsən. Həmin adam deyir, mənə qatilsən, kimsən belə? Mən dedim ki, mən Cəfər ibn Muhammed ibn Ali ibn Hüseyin ibn Ali ibn Əbi Talibəm. Sən Peyğəmbər balasısan. Dedim, bəli, Peyğəmbərin balasıyam. Peyğəmbər əhl-i beytinin balasıyam. Mənə dedi, əcdadınızın və babalarınızın elmindən xəbəriniz olmadığı halda bu şərəfli işin sizə nə faydası var? Əks halda onu edəni tərifləməli olduğunuz işi bəyənməyəcəksiniz. Yəni bu təriflənməli bir işdir. Amma siz bəyənmirsiniz bu işi. İmam buyurdu ki, səni başa düşmədim, nə demək istəyirsən? Deyir, həmin adam mənə qayıtdı ki, Qur'anı ki bilirsən? Dedim, bəli. Dedi, Qur'anda bu ayəni oxumamısan məgər? Ən'am surəsinin 160-cı ayəsində Qur'an-ı Kərimdə belə bir ayə var. Mən cəə bil-həsənəti fələhu əşru əmthəlihə və mən cəə bis-səyyiəti fələ yuczə illə mitləhə. Allah Teala buyurur ki, hər kəs bir həsənə iş görsə, bir gözəl iş görsə, bir ehsan eləsə, mən onun gördüyü işi 10 dəfə, 10 misli ona qaytarıb verərəm, 10 dəfə artıraram. Və hər kəs bir günah iş görsə, bir haram iş görsə, elə onun özü qədər ona günah yazılar. Məsələn, birə-bir günah yazılar. Dedi, nə olsun ki? Dedi, necə anlı olsun? Görmüsən, Allah burada buyurdu ki, bir yaxşılığa 10, bir pis işə görə 1. Və mənə dedi, ey Allah Peyğəmbərinin balası, sən bilmirsən ki, mən 2 çörək ondan oğurladım. Dedi, bəli. Dedi, oğurladığım hər çörək 2 günah. Oğurladığım hər nar 2 günah, hər biri. 4 günah iş gördüm. Dedi, bəli. Dedi, mən onu apardım, verdim ehtiyacı olan ağır xəstəyə. Hər birinə ki, Allah 4-dən 2 çörək, 2 nar idi, onun hər birinə 10 dəfə bu eləyir 40 savab.
40 savab. Amma hər birinə ki bir günah yazılır, bu eləyir 4 günah. 40-dan 4-ün çıxanda neçə qalır? 36. Deyir, mən 4 günah iş görmüşəm, amma 36 dana savab iş görmüşəm. Həzrət buyurdu, vay sənin halva olsun. Belə təfsir harada yazılıbdır? Sən məgər Qur'anda oxumamısan ki, İnnəmə yətəqabbalullah minəl muttəqin. Sən Qur'anda oxumamısan ki, Allah qəbul edir hər bir şeyi kimdən? Muttəqilərdən. Bəyəm, oğurluq eləyəsən, müttəqi olasan. Görün, nə qədər bir yanlış bir düşüncə ki, Qur'anı özünün düşündüyü kimi həm oğurluq, həm doğruluq istədiyi tərəfə yozub və əməl edir. Bu dinin salamətçiliyi ola bilərmi? Odur ki, insan gərək o şeylərdən qaça ki, onu Peyğəmbər və Qur'an uzaq eləyibdir. Əli əleyhissalamın bir kəlamı var. Həzrət buyurur ki, İzə adarratil nəvafil, bir nafilədən ki sənə zərər dəyəcək, ziyan dəyəcək. Yəni nə? Nəvafil nə edirlər? Müstəhəb namazlar, müstəhəb oruclar, müstəhəb elədiyin bütün işlər. Məsəl üçün gedirsən, bir yetimin əlindən tutursan, amma Allah sənə deyir ki, gətir mənim xümsümü ver. Deyirsən, vermirəm, mən yetimləri yedizləyirəm. Vay sənin halva. Qur'an deyir. Amma sən yozursan, özündən bir yeni kəşf çıxartmısan ki, bəli, yetimə əl tutmaq, kasıba əl tutmaq filan yaxşıdır. Amma daha Qur'ana baxmırsan ki, hansı dərəcədə əməl olunmalıdır. Allah deyir, xümsü ver, zəkatı ver, vacibatı ver, deyirsən, vermirəm, yetimləri yedizləyirəm. Get yedizdir, nə qədər istəyirsən. Bunu biz dəfələrlə demişik. Yəni, yozum nədir? Yozum özünün təfəkkürü nəticəsində bir təfsir çıxarır ortaya. Və yaxud da ki, məsəl üçün deyir ki, mən istədiyim kimi, istədiyim vaxtı orucu tuta bilərəm, istədiyim vaxtı orucu aça bilərəm. Səfərdiyəm, heç bir çətinlik yoxdur, orucu tuta bilirəm. Nə çətinliyi var? Peyğəmbər əleyhissalam buyurubdur, Qur'anda buyurubdur. Əgər çətinliyin yoxdursa, orucu tuta bilərsən, tuturam. Yəni, özündən bir din kəşf eləmək. Amma Əli əleyhissalam nə buyurur? Buyurur ki, əgər bir nafilə əməllər, əgər sənə zərər verirsə, səni dinindən uzaqlaşdırırsa, səni vacibətdən uzaqlaşdırırsa, bil fəraidi fərfuduhə, tərk eləyin onu. Qaçın o navafildən, nafilələrdən, müstəhəbbilərdən. Məsəl üçün gəlirlər, tutalım ki, cümə günüdür. Görsən, cəmaat namazı qılınır. Cəmaat namazı qılınan sonra Quran oxunur və il-axirə. Moizə olur. Dəfələrlə deyilmişdi ki, oxunan Quran canlı və danışılan moizədən çalışın, söhbət eləməyin və namaz qılmayın, işgallıdır. Dəfələrlə deyilib ya deyilməyib. Amma kimdə onlara əməl eləyən və nə qədər əməl eləyirik? Bax, görsən, yəni din bizim özümüzün düşündüyümüz kimi əməlimizdə göstərilir. Din gəlməyibdir ki, hər özü bildiyi kimi oruç tutsun, namaz qılsın, istədiyini eləsin. İzə əradallahu bi'abdin xayran faqqahahu fid-din. Peyğəmbər əleyhissalam buyurur. Baxın, bu axırıncı ola bilsin ki, bir hədis olar. Peyğəmbər əleyhissalam buyurur. Bilmək istəyirsən ki, Allah səni sevir, yoxsa sevmir. Bu hədisi özündə şuar elə. Bütün möminlər şuar eləsinlər. Bu sözlər mənim sözlərim deyil. Amma mən bunları deməklə Allah da şahiddir ki, hüccəti tamam eləyirəm. Onsuz da mənim 70 yaşım var ki, bir ayağım qəbirdədir. İstəyirsiniz ki, biləsiniz ki, Allah sizi sevir ya sevmir. Bu hədis dəlildir. Buyurur Həzrət Peyğəmbər əleyhissalam. İstəyirsiniz ki, Allah sizi bir əbd kimi sevsin, sizi məhbub eləsin özünə. Əgər sizi sevirsə, bilin ki, sizi fiqhi məsələlərdə özü Peyğəmbər və müştəhiddə sizi tabi eləyibdir. Başqa yolu yoxdur.
Allah, onun peyğəmbəri və bugünkü gündə müştəhidlərə təqlid eləmək dinin zərurəti və vacibatıdır. Hər kəs buna əməl edirsə, Allah onu sevir. Bunu Peyğəmbər əsələm buyurur. Yoxsa mən Qur'anı başa düşürəm, bildiyim kimi hərəkət edəcəyəm. Filan ilahiyyatçı, filan yerdən göndərilən şəxs, əmir, filan, bunlarla Allah səni sevməyib. Bilgirən ki, sən Allahın sevgisindən uzaqsan. Allahın sevgisi yer üzərində hüccəti tanımaqdır. Allahın sevgisi yer üzərində hüccətə tabi olmaqdır. İmam gələcək bu günlərim deyəcək ki, get filan şeyliyə. Deyərsən, yox. Çünki sən imamı tanımamısan. İmamı tanımaq, imam hər nə desə qəbulumdur. Ölsəm də, qalsam da. İmam Rıza Aleyhisselam bir gün minbərdə idi. Moizə eləyirdi, bir vaxtı bir xanım gəldi. Esselamu aleyk, yabna Resulillah, aleykumussalam. Yabna Resulillah, bir sualım var. Buyurdu, buyur. Yabna Resulillah, mən ağır xəstəyəm. Ağır xəstəyəm və həkimlər də mənə deyiblər ki, bu donuz yağı ilə, indiki də dillə desək, bu haram spirti qaçdırmışam ki, mənim əlacım bundadır. Siz nə deyirsiniz? Yiyim ya yemeyim? Həzrət buyurdu ki, sən mənim sözümü özvə hüccət götürəcəksən. Dedi, bəli. Dedi, desəm yemə, yeməyəcəksən, ölsən də. Dedi, bəli. Yəbnə Rasulillah, mənim üçün heç bir şey çətin deyir. Desən ki, yiyib ölsəm haramı deyəcəm, Allahın hüccəti dedi mənə. Desən ki, yeməyib ölsəm, yenə də mənim boynumdan götürüb deyəcəm, Allahın hüccəti dedi mənə. Həzrət üzün tutdu sahabələrə, dedi, eşitdiniz? Buna deyərlər imama tabi olmaq, buna deyərlər təqlid. Yoxsa filan müştəhid filan yerdə, filan aparatlar filan yerdə. O biraz savadlıdır, bu biraz aparatla baxır. Bu şeylər bizim dünya söhbətlərimizdir. Müctəhidlərimiz səndən məndən az bilir. Müctəhidlərimiz səndən məndən imansızdır. Müctəhidlərimizin əməlləri səndən məndən azdır. Bütün həyatı kitab dəftərin içində keçibdir, elmin içində keçib, nəslin də bütün ata-babaların neçəsinin, bəzə 40-ın nəsli bilinir ki, bu filan kəsin nəslindəndir. 70 il Allahsız ateizmdə yaşamışıq, indi gəlib iddia edirik ilahiyyatdan, nə bilim nədən olmuşuq müfəssir və bəzilərinə də hökm edir ki, sən bu günlərin bunu eləməlisən. Budur əqidə azadlığı və gəlirik səhvdə də hər gün dayanırıq ki, görək imam nə danışacaqdır. Səhərsi gündə imamın əleyhinə gəlib səhvdə dayanırıq. Muaviyyənin yanına Əli əleyhissalam nümayəndə göndərdi ki, get Quranı ona başa sal, imaməti ona başa sal, filan. Muaviyyə gəldi, dedi, Əli mənə hədə qorxu gəlir, mən sənə cavab verirəm. Səhərsi gün gəldi, elan edildi ki, gedin cəmaata deyin, həftənin seşənbə idi, pənşənbə idi, hansı gün, yəni cümə deyildi. Elan edin, cəmaat gəlsin, cümə namazı qılacağım. Cəmaat hamısı azan səsinə gəldi ki, cümanın azanıdır, bəli, hamı gəldi, başladı namaz qıldılar. Gedəndən sonra deyir, gördün, cümə günü deyildi, amma elan olundu ki, cümə günüdür, gəlin cümə namazına. Gəldilər, çıxdım, xütbədə elədim, heç kəsə bir söz demədi, çıxdı, getdi. Ged o Əliyə denən ki, cümə ilə seçənbənin səhv salanların yığıb onun üstünə gələrəm, onu məhv eləyərəm. Biz də bu cürəyik. Nə cavab verəcəyik Allaha? Odur ki, lazımdır ki, müəyyən fiqhi məsələlərimizi, o deyil ki, mən müştəhid olam, alim olam, mənim minlərlə bilmədiyim məsələ var. 50 ildir, 77-ci ildə ruhani idarəsində işləyirəm. 50 min dənə bilmədiyim məsələ var. Sizdən də öyrəndiyim məsələlər var. Nə olar ki? Amma həmd olsun Allaha ki, özümü idarə eləmək üçün olan məsələləri bilirəm. Bilmədiyimi indi də soruşuram tələbələrimdən.
Siz de çalışın gündelik başınıza gelen bütün hadiselerde, bütün meselelerde öz fikhi meselelerinizi bilin ki Allah sizi sevsin, Allah'ın sevimli bəndəsi olasınız. Eğer bu cürə olmasa ettiğiniz əməllər qaldı qiyamətin günü daha əli boş qalasınız. Bir gün orucumu bilə-bilə yemək, bir gün izləməmək, bir gün diqqətli olmamaq, 61 gün mənim boynuma Allah orucu gətirib ki, tut günəm. Tutmayasan özün bilərsən. O din, o da sən. Bu şeylərdə diqqətli olmalıyıq ki, odur ki, Əleyhisselamın, Həzrətin bir kəlamı var, onu kısaca deyim, dua inşallah eləyək. Həzrət buyurur ki, qalə əmiril müminin, buyurur ki, el-müteabbidu ala gayri fikhin kehimari tahuneti yaduru ve la yabrahu. Həzrət buyurur ki, o insan ki, o bəndə ki, özünə ait olan fikhi məsələləri öyrənmir və çalışmır. Elə gündə necə var, elə qalıbdır. Həzrət buyurur ki, o həmin, o canlı kimidir ki, dəyirman daşının ətrafında gözlərin bağlayıblar, elə fırlanır. Həzrət buyurur ki, ondan olmayın. Gözünüzü açın və diqqətli olun. Bilin ki, sizin getdiyiniz yol sizə hara aparır. Fırlanmayın dəyirman başına. Və Həzrət buyurur, bunun ardı var. Həzrət buyurur ki, 2 rükət öz fikhi məsələlərini bilən insanın qıldığı namaz, az namaz, çox namaz yox. Az namaz, cahilin qıldığı fikhi məsələləri bilmədən çox namazdan üstün və qəbuldur. Heç qorxmayın az namaz qılmağınızdan. Amma bilib qılın o məsələləri. Əgər gecə gündüz ibadətlə məşğulsansa çox yaxşı. Oruç tutursan çox yaxşı. Amma gündə bir məsələni aç öyrən. Bunlar bizi Allaha sevimli eləyər və Allaha tərəf çəkər. Allahın verir izzəti cəlalına, Allahın verir Peyğəmbərə, Ali Peyğəmbərə bizi özünə itaət eləyən bəndələrdən qərar versin. İlahi, sən izzətli Allahsan. Sənin yer üzərində olan hüccətlərin də sənin yanında ilahi, fəzilətli şəxslərdir. Bizi onlara layiqli şiələrdən qərar verginən və ilahi Peyğəmbər, Ali Peyğəmbər xatirinə bütün dünya müsəlmanlarını bir-birinə rauf, qardaş, əqidə və əməldə bir-birinə daha da yaxınlaşdırginən və düşmənlərimizi məhv nabud elə. Xəstələrimizə şəfa kəramət elə. Qur'anı dünya axirətə bizlərə dost qərar verginən. Peyğəmbər, Ali Peyğəmbər xatirinə ilahi bizləri beytvi və əhli beyti ziyarət etməmiş dünyadan aparmaginən. İlahi öz xofundan başqa qəlbimizdə olan bütün dünya və dünyada olanların xofun qəlbimizdən silginən. Peyğəmbər, Ali Peyğəmbərin və öz məhəbbəti bizim qəlbimizdə artır ginən. İlahi xalqımızın üstündən qara yerləri götür ginən. Və əziz şəhidlərimizi Peyğəmbər əhl-i beytindən ayrı salma ginən. İlahi Peyğəmbər, Ali Peyğəmbər xatirinə o əzizlərimiz ki bizim üçün, vətənimiz üçün, dinimiz, namusumuz üçün həm şəhid olublar, həm bugünkü canlı şəhidlər ki qazilarımızdır, həm o cümlədən ki cəbhələrdə, hətta sərhədlərdə ki bizi qoruyurlar ilahi, onları öz rəhmətində, öz nuraniyyətində, öz pənahında hifz elə ginən. Və ilahi Peyğəmbər, Ali Peyğəmbər xatirinə o əzizlər ki gəldilər burada sənin kəlamını eşitdilər. Qur'ana diqqət elədilər. İlahi onların qəlbində bu kəlamları, bu muizəni dünya axirətdə nuraniyyətlə onlara hədiyyə bəxş eləginən. Və Peyğəmbər, Ali Peyğəmbər xatirinə aqibətimizi xeyirli qərar verginən. Və dində, əhl-i beyt yolunda bizi və gələcək nəsillərimizi sabit qədəm eləginən. Və Peyğəmbər, Ali Peyğəmbər xatirinə İslam dininin düşmənlərini, xalqımızın düşmənlərini əvvəla hidayət elə. Əgər hidayətə layiq deyirlərsə, onların dünya axirətin məhv, nabüt və peşman eləginən. Və imam-ı zamanı salamat elə.
İmam zamanı tezliklə göndərməklə yer üzərində İslamı və Əhl-i Beytə hakim qərar verginən və o insanlar ki, möminlərlə düşmənçilik edirlər və bu günlərin müsəlman ölkələrindəki ilahi düşmənçiliklə qan tökürlər, tezliklə o odları onların öz başlarına tökünən və o insanlar ki, xalqımızla düşməndilər, möminlərlə düşməndilər, ilahi onların özlərin və əzizlərin və himayədarlarını tezliklə rüsva cahan eləyinən və Peyğəmbər, Ali Peyğəmbər xatirinə bizləri dünyada Əhl-i Beytlə, ahirətdə Həzrət Hüseynlə məhşur eləyinən dualarımızın qəbuluna, gələcək günlərimizin xeyirli, bərəkətli olması üçün, əzizlərimizin salamətçiliyi və onların dünya arzularının, çətinliklərinin həyata keçməsi üçün və hər nə niyyət eləmişik ilahi, onları ki, sən xəbərdarsan, bilirsən, sana and verik izzət və sən vədə vermirsən ki, fədəuni əstəcib ləkum, biz də duanı edirik, həyata keçirmək sənin boynundadır. İlahi, Peyğəmbər, Ali Peyğəmbər xatirinə heç kəsi bu günlərin bu qapıdan əli boş qaytarmacına özümüz üçün, əzizlərimiz üçün və aramızdan gedən möminlər üçün, dinin qeyrətini çəkənlər üçün və o insanlar ki, daima qəlblərində din qeyrəti çəkərlər, əməllərində din qeyrəti çəkərlər və dillərində də həmçinin din qeyrəti çəkərlər, özlərini maddi mənəvi dinə borclu bilərlər, ilahi. Onların da salamətçiliyi üçün əziz şəhidlərimizdən bahəm 3 salavat hədiyyə eləyək.